İslam multikultural dindirmi? Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Bu, onun elmi təriflərindən biridir. Başqa tərifləri də var. Sadə dildə desək, müxtəlif mədəniyyətlərə, kulturalara sahib toplumların bircə yaşaması, hər birinin öz adət və ənənələrinə uyğun formada hərəkət etməsidir. Multikulturalizm barədə uzun-uzun yazılar yazmaq, yaxşı və pis tərəflərini müəyyən etmək olar. Amma bizim bu yazıda əsas araşdırdığımız məsələ bu ideologiyanın İslamdakı yeridir. Ona görə də ideologiyanın tərifindən sonra bir neçə misal üzərindən məsələni izah etsək, oxucu özü də qərar verə bilər ki, bu ideologiya İslamla uyğun gəlir yoxsa yox. Bildiyiniz kimi, İslam bütün adət və ənənələrə halal-haram və kök prizmasından baxır. Məsələn, bəzi işlər öz-özlüyündə haram olmasa belə, mənbə etibarilə batil ideologiyalara bağlandıqda, o adət-ənənələrin propaganda vasitəsinə çevrildikdə, ona da icazə vermir. Ənənələr öz-özlüyündə haram işlər olduqda isə onları bəri başdan rədd edir. Bu məqamda hansısa toplumun həmin haramlara baxışının müsbət olması, onların bu işləri cəmiyyət içində icra etməsinə əsas kimi qəbul edilmir. Multikulturalizmdə isə nəinki mədəniyyətlər, onların yanında hətta submədəniyyətlər də özünü ifadə haqqına sahibdir. Məsələn, toplumun içindən 5 nəfər çıxıb it kimi yaşamaq istəyini bildirirsə, onlara da bu haqq tanınmalıdır. Təbii ki, multikulturalizmdəki bütün icazələr də həmin mədəniyyət və submədəniyyətlərin liberalizmlə ziddiyyət təşkil etmədiyi haldadır. Misal üçün, modernizmin məhsulu olan faşizm və kommunizm liberalizmdə icazəsizdir. Halbuki hər ikisi liberalizm kimi ənənəviliyin müqabilində ortaya çıxıb. Multikulturalizmdə toplumlara tanınan özünü ifadə və təbliğat hüququnun həmin toplumların adət və ənənələrinin düz və ya səhv olması ilə heç bir əlaqəsi yoxdur. Qeyd etdiyimiz kimi əsas çərçivə liberal təfəkkür ilə ziddiyyətdə olmamasıdır. Bir əsr əvvələ qədər liberalların təfəkkürü bu idi ki, hər bir ideologiya sahibi öz ideologiyasını doğru saydığı kimi, digərləri də öz ideologiyalarını doğru hesab edirlər. Nəyin düz, nəyin səhv olması isə nisbi olduğu üçün biz hər birinə özünü ifadə icazəsi verməliyik. İndiki dövrün liberallarının fikri isə budur ki, qlobalizmdən qeyri bütün ideologiyalar səhv olduğu üçün həmin səhv ideologiyalardan birinə tanınan hüquq digərinə də tanınmalıdır. Yəni, ey xristiyan, sən xaça pərəstiş edirsən, sənin ideologiyan səhvdir, sənə ibadətin üçün azadlıq verdiyimiz kimi, inəkpərəstə də inəyə pərəstiş icazəsi verməliyik. Baxmayaraq ki, o da səhvdir. Müsəlmanlara da ibadət icazəsi verməliyik. Baxmayaraq ki, o da səhvdir. Geylərə rahat toplaşmaq, lüt gəzmə icazəsi verməliyik, şeytanpərəstlərə də. Yəni, sən ona səhv dediyin kimi, o da sənə səhv deyir və siz hər ikiniz səhvsiniz. Buradan aydın olur ki, ənənəvi sistemlərə qarşı yaranan modernizm öz ritorikasını dəyişib. Ümumiyyətlə, müasirlik və modernizmi qarışdırmayın. İnkişaf və müasirlik başqadır, modernizm isə sırf ənənəvi sistemlərin müqabilində yaranıb. Burada bir sual yaranır. Ənənəvi sistemə müqabil yaranan modernizm niyə ritorikasını dəyişsə də, 100 il əvvəl də, indi də ənənəvi sistemlərə azadlıq tələb edir? Cavab. Çünki ənənəvi sistemləri məhv etməyin ən asan üsulu başqa bir ənənəvi sistemi onun daxilinə salmaq və ona dözümlülük göstərilməsini tələb etməkdir. Buna ən bariz nümunə Dubay misalıdır. Dubaydakı müsəlman toplumundan tələb edilir ki, siz çarşabda gəzdiyiniz kimi lüt gəzənlərə də dözməlisiniz. Baxmayaraq ki, bu tələb onların ənənəvi yaşam tərzinə qarşıdır. Çünki onlarda qapalı gəzməyin əsas fəlsəfəsi gözlərin lüt insanları görməsinin qarşısını almaq idi. Beləcə, həmin ənənəvi müsəlman toplumuna çarşabda gəzmə icazəsi verilsə də, ideologiyalarının mahiyyətini təşkil edən üryan insanları görməməyi aradan aparmış olurlar.